Salam müəllimlər, mən bugün sizlə 6-cı sinifin 9-cu mövzusu olan tirciklərin birləşdirilməsi mövzusu haqqında danışacağam. Baxın, tirciklər hansı ki çərçivədir, stentdir, bu kimi oduncaq məmulatlarının hazırlanması. Kiçik tirlər uclarına yaxın yerlərdə uzunluğa və düzbucaq altında, ortasında isə yalnız düzbucaq altında birləşdirilə bilir. Gəlin bu cümlənin açıqlamasına baxın. Baxın müəllimlər, bunlar kiçik tirlərdir. Bunlar kiçik tirlərdir. Hansı ki, burada nə deyilir? Çərçivədir, stentdir, bu kimi oduncaq məmulatlarının hazırlanmasında. Kiçik tirlər uclarına yaxın yerlərdən kəsilirsə, baxın bu kiçik tir hardan kəsilibdir? Ucundan kəsilib. Ucundan kəsilib, görürsünüz. Ucundan kəsilib, ucundan kəsilib. Deməli, uclarından kəsilirsə ya uzununa ya da düzbucaq altında birləşdirilir. Ortasından kəsilirsə yalnız düzbucaq altında birləşdirilə bilir. Yəni, sadəcə kiçik tirlər uc hissələrindən kəsilibsə iki üsulla birləşdirilir. Uzunluğa və düzbucaq altında. Ancaq ortasından kəsilibsə, onlar sadəcə düzbucaq altında birləşdirilə bilir. Bu cümlənin açıqlaması budur. Və bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri onların qalınlığının yarısına qədər kəsilir və belə birləşmələr kiçik tirin qalınlığının yarısına qədər kəsilmiş pilləli taxma adlanır. Yəni, pilləkənə oxşayır, baxın. Pilləkənə oxşayırlar. Pilləlidir. Bir pillə, iki pillə, bir pillə, iki pillə. Yəni, bu pillələr pilləli taxma funksiyasını icra edir. Tirciklərin müxtəlif bucaqlar altında birləşdirilməsi az tətbiq olunur və hissələri birləşdirən zaman alınan məmulatın qalınlığı tiriciyin öz qalınlığına bərabər olmalıdır. Deməli, müəllimlər, tirciklərin kəsilmiş hissələrini, yəni bu hissəni bir dəqiqə, bu hissəni neçə milli və yaxud neçə santim kəsir isə, həmin digər hissəni isə, digər birləşdiriləcək hissəni də eyni o qalınlıqda, deməli, ölçüdə kəsmək mütləqdir. Əgər tirciklər düz bucaq altında birləşdirilirsə, yəni söhbət bundan gedir. Söhbət bunlardan gedir. Əgər tirciklər düz bucaq altında birləşdirilirsə, kəsilən hissənin uzunluğu birləşdirilən detalın eninə bərabər olmalıdır. Yəni, dediyimiz kimi, bu hissə necə kəsilibsə, birləşdiriləcək hissə də eyni şəkildə kəsilməlidir ki, onlar tam şəkildə bir-birinə otura bilsinlər. Kəsilən hissənin uzunluğu tiriciyin eninin 0,1, 1,5 hissəsinə bərabər seçilməlidir. Düz bucaq altında birləşdirilən tirciklərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu və eni xəttkeşlə nişanlanır. Dörd tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlanmaq xəttləri çəkilir. Deməli, söhbət buradan gedir. Baxın, bu düz bucaq altında birləşdirilən tircikləri nişanlayan zaman gələcək məmulat görsə düz bucaq altında nişanlanır. Gələcək məmulat hansı ki, deməli, dörd tərəfdən bucaqlığın köməyi ilə nişanlanır. Hansı ki, eninə vəziyyətdə görürsünüz. Baxın, bu eninədir. Bax, bu düz bucaq altında birləşdirilən bir taxtadır. Bunu nə edirlər? Bucaqlıq vasitəsilə bu hissədən eninə vəziyyətdə nişanlayırlar. Resmusun ayağı tiriciyin eninin tən ortasında yerləşdirilir. Baxın, fikir verin. Resmusun ayağı buradır. Bu da tiriciyin tən ortasından xətt çəkilirdir, diqqət eləsəz. Ora yerləşdirilir, paz ilə qəlbə birləşdirilir və hansı ki, söhbət buradan gedir. Paz ilə qəlbə birləşdirilir, kənarlardan başlıqlara uzunluğa xəttlər çəkilir. Hansı ki, bu vəziyyətdə resmusu sürüyə-sürüyə aparırlar. Çəkilir və kəsiləcək hissə, hansı ki, bu hissə artıqdır, bu hissə X hərfi ilə işarə edilir. Bu miqsual olmuşdur. Baxın, bu bucaqlıq altında eninədir, resmusdan uzununa. Bucaqlıqla görürsünüz, bu qara hissəyə nəzər salın, nədir? Uzununa yox, eninə vəziyyətdə baxın. Eninə, taxtanın enin burada nişanlayır. Burada isə düz vəziyyətdə aparır, uzununa vəziyyətdə. Deməli, resmusun uzunluğuna daxildir isə resmusun ayağı, paz və qəlib. Deməli, tirciklərin birləşdirilmə üsulu iki cür oldu. Bucaqlıq altında eninə, resmusdan uzunluğa. Resmusun uzunluğuna isə resmusun ayağı, paz və qəlib daxildir. Tircik verstakın arxa çıxacında bərkidilir və
Tircikdən liflərin uzunluğuna və eninə xırda dişli mişarlarla nişan xətlərinin yanını tam mişarlamadan oduncaq parçasına kəsim atırlar. Baxın, söhbət buradan gedir. Yenə uzununa, baxın, burada uzunluğuna kəsir, burada yenə eninə vəziyyətdə kəsir. Və deməli, əgər tirciyin ortasından oduncaq parçası kəsilirsə, onda pəsta verstakın sıxacında etibarlı vəziyyətdə bərkidilir və daha sonra eninə mişarla kəsilən hissə tirciyin qalınlığının yarısına qədər aralarında 10-15 mm məsafə olmaqla mişarlanır. Daha sonra hissələr xarrat iskənəsi ilə kəsilir. Kəsilən sahələr isə, baxın, fikir verin, iskənə ilə kəsilir. Kəsilən hissələr isə törpü ilə, iskənə ilə bir-birinə uyğunlaşana qədər arasında məsafə qalmayana dək təmizlənir. Birləşdiriləcək səthlərə yapışqan sürtülür və məmulat yığılır. Birləşmələrə əlavə olaraq mismarla, şurupla, taxta tıxaclarla və yaxud da şkantlarla bərkitmək olar. Və deməli, şkant fransız dilindən tərcümədə yumru taxma zivana mənasını verir. Şkantlar üçün deşiklər açılır. Yəni, baxın, şkantlar bunlardır. Bax, burada nəzər salın, bunlardır. Mütləq onları neyləmək lazımdır? Burada deməli dəliklər açmaq lazımdır ki, həmin o şkantları o dəliyə rahat şəkildə vura bilsinlər. Bu zaman bucaqlıq ilə məmulatın ölçülərini və tirciklərin ölçülərini mütləq nəzarət etmək lazımdır və yapışqanda tam quruyana qədər sıxılmış vəziyyətdə saxlanılmalıdır. Tam quruma müddəti 24 saat təşkil edir. Detalların iki şkantın və yaxud da ki, mismarın, şurupun köməyi ilə birləşdirilməsi zamanı tirciyin başlığından və kənarından diaqonal üzrə onun qalınlığından az olmayan məsafədə yerləşən birləşmələr daha möhkəm hesab olunur. Yapışqan bərkidikdən sonra tirciyin kənara çıxan başlıqlarını xırda dişli mişarlarla kəsib götürürlər. Başlıqları qoparmamaqdan ötürü isə həmin o deməli kənara çıxan yerləri mərkəzə doğru rəndə ilə yonur, cilalayıcı kağızla təmizləyirlər. Və mütləq şəkildə bu işi yerinə yetirən zaman hansı ki, belə deyim də, səliqəliyə, ondan sonra işin yaxşı nəticə almasına diqqət etmək lazımdır. Həmin bu birləşmələrdən çərçivələrdə, yeşiklərdə, pəncərə qapı bloklarında, daha sonra masalarda, stullarda istifadə edirlər. Burada isə şəkil 6-ya nəzər salın, mütləq mişarlanmış tircik və taxta detallı məmulatların birləşdirilməsi göstərilir ki, burada bu ya çərçivə və yaxud da ki, yeşik adlanır. O bir və ya iki divarcıqdan, ara kəsmədən və atlıqdan ibarətdir. Mütləq dərsi öyrənən zamanda təhlükəsiz qaydalarını nəzər salmaq lazımdır. Hansı ki, pəsta verstakın sıxaclarında, məngənədə və vintli sıxaclarda etibarlı bərkitməli, iskənə ilə işləyən zaman ehtiyatlı olmalı. Daha sonra dəstəyi qabağa olmaqla ötürməli, tircikləri tələsmədən mişarlamalı, yapışqanla ehtiyatlı davranmalı. Onun tərkibində zəhərli maddələr ola bilər və tez alışan olurlar bəziləri. Ona görə də onları odun yanında saxlamaq olmaz. Bərkimiş yapışqanı iti kəsici kənarları yarada bilər ki, həmin deməli iti kəsici kənarlardan da barmaqlarımızı və yaxud da ki, digər orqanlarımızı, digər deməli əlimizi və yaxud da ki, qolumuzu gözləmək lazımdır. Bu mövzumuzda bu qədər. Uğurlar hər kəsə. Diqqətlə öyrənin. İnşallah deməli nələrsə qazandıra bildim sizə. Mövzumuzu bəyənib abunə olmağı, şərh bildirməyi unutmayın.